Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə avqustun 11-də Azərbaycan Media Mərkəzində İctimai Barışıq Komitəsinin yaradılması ilə bağlı dəyirmi masa keçirilib. Komitənin yaradılmasına səbəb bu il iyulun 6-sında Tərtər rayonunda baş vermiş kütləvi davanın iştirakçıları olan Şaflandı kənd sakinləri ilə Tərtər sakinlərini barışdırmaq cəhdidir. Tədbirə tərəflər arasında barışın dərinləşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Bölgə həssas bölgədir və buradakı düşmənçilik erməniyə sərf edir, deyə Qarabağ Azadlıq Təşkilatının sədri bu prosesə biganə qalmamalarını toxunub. Daha sonra Akif Nağı Şaflanlıların tədbirə qatılmamalarına aydınlıq gətirərək bildirib ki, dəyirmi masada video çəkiliş aparıldığı üçün bir çoxları ekrana düşməkdən ehtiyatlanıblar, amma bəzi tədbir iştirakçıları Şaflanlıların tədbirə qatılmamasını onların barışı istəməmələri kimi ifadə ediblər. Eyni zamanda bir ay öncə baş verən kütləvi davaya toxunan natiqlər burada hüquq mühafizə orqanlarının rayon rəhbərliyinin öz maraqları olduğunu və buna görə də ictimai barışıq məsələsində maraqlı olmadıqlarını deyiblər. Hər kəs özünü haqlı sayanda barışıq olmayacaq, deyə Akif Nağı bildirib.